Peyğəmbər və ali Peyğəmbərə salavat zikr eləyək. Allahümə salli ala Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Nəhməduhu və nəstə'inuhu, nətəvəkkəlu və nəstəğfiruh. Bəşirin nəzir, əs-siracil munir, Abdul Muayyad və Rasulil Musaddad, Abil Qasimi Mustafa Muhammed. وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين سيما الحجة بقية الله في الأرضين ولعن على أعدائهم أجمعين. أما بعد، قال الله الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Sadaqallahul aliyyul azim. Esselamu alel Hüseyin ve ala Ali ibnil Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Esselamu aleykum cemiyen ve rahmetullahi ve berekatuh. Allah'ın salamı, rəhməti, bərəkəti bu əza günlərində siz əzizlərin və bizlərin üzərinə olsun. Bugün artıq Aşura günü səhər qeyd olundu. İndi isə Şam-ı Qəriban məclisidir. Əzadarlıq haqqında biz danışırdıq. Deyirdik ki, əzadarlıq bir seçim imkanıdır. Bu mövzuda geniş şəkildə, dərin şəkildə danışmadıq. Sadəcə bir neçə məclis zikri müsibətlərə müqəddimə kimi dedik ki, İmam Hüseynin Kərbəlasında əzadarlıq bundan ötürüdür ki, bunun üçündür ki, eyni zamanda bugün biz öz yerimizi müəyyən eləyək. Biz hansı tərəfdəyik, onu bilək. Kərbəlanı bugünə gətirib çıxardaq. Baxaq görək ki, biz bugünkü halımızla hardayıq. Öz yerimizi müəyyən eləyək. Əzadarlığın bir mənası budur ki, biz Hüseynin yanındayıq. Amma tarixi şəxsiyyət olan Hüseynin yox. Bugünkü İmam Hüseyin əleyhissalamın, bugünkü hadisələrin mərkəzində olan İmam Hüseynim, bugün diri olan, canlı olan bu prosesləri bugün də yaşayan, bugünkü Kərbəlada mənim yerim bugünkü Hüseynin yanındadır. Bu əzadarlığın mənası bundan ibarətdir. Və bugün də çox danışıb vaxtı uzalmaq istəmirəm. Elə birbaşa İmam Hüseyin əleyhissalamın öz məqtəlinə keçmək istəyirəm. İmam Hüseyin əleyhissalamın öz məqtəlini oxuyuram sizin üçün və sonra da inşallah ki sözümü tamamlayacağım. Öz məqtəlini yenidən yazı üzərindən yazmışam. Bunun içində həm də vida müsibəti var. İmam Hüseyin əleyhissalamın ayrılıq müsibəti var. Tarixdən oxuyuram, bir kəlmə artırıb azaltmadan belə deyək. Çünki bəzən olur ki, məsələn bir şairin şeiri üzərindən oxuyursan, bədiləşir məsələ, mövzu. Onlar hamısına icazə var, amma bəzən deyirlər ki, heç nə eləməyin. Heç nə özünüzdən artırıb azaltmayın, əlavə eləməyin. Tarixi qoyun qarşınıza, oxuyun, kim necə hal tapır, tapacaq deyir məclisdə. Həqiqətin özünü olduğu kimi oxuyun. Yazır ki, وَلَمَّا رَأَيَ الْحُسَيْنِ فِتَایَتِهِ وَأَحِبَّتِهِ. Hüseyn tək qalıb meydanda. Baxır ətrafında olan bədənlərə, şəhidlərə baxır. Hüseyn qalıb, bir də şəhid cənazələri qalıb. Bir dənə adamı qalmayıb Əba Əbdillahın. Dörd bir tərəfinə baxır, göz gəzdirir, baxır görür ki, cansız bədənlərdir.
qanlarına boyanmış şəhid cənazələridir. Və nada hal min zabbə yuzibbu an harami Rasulillah. Gördü ki, köməyi yoxdur, vida elədi. Dedi, bir nəfər yoxdur, Peyğəmbər hərəmini müdafiə eləsin. Hərəm yəni xanımları nəzərdə tuturdu. Peyğəmbərin xanımlarını müdafiə eləyəcək bir şəxs yoxdur. Gördü, cavab gəlmədi. Qayıtdı dedi ki, əməmin muğisin yuğisina. Ucadan səsləyir İmam Hüseyn əleyhissalam. Deyir, fəryad elədi. Ham səsini eşidirdi. Bir nəfər yoxdurmu bizə pənah versin? Fərtəfəət əsvətun nas. Yazır ki, cavab verməyən olmayanda xeymədən qadınların ağlamaq səsi ucaldı. Birdən gördülər ki, ağlamaq səsi çadırlardan ucalır. Bu dəfə Hüseynin qəribliyinə ağlayırlar qadınlar. Adamsızlığına ağlayırlar. Bilirsiniz, döyüşə gəlirdi. Hər dəfə döyüşəndə gəlirdi, xeymələrə yanına gəlirdi. Döyüşün ən qızğın vaxtında gəlirdi xeymələrin yanına, zikir deyirdi. Qaydırdı bayırdan səslənirdi ki, la havlə və la quvvətə illa billah. Bilirdi ki, qızlar nigarandır. Bilirdi ki, xanımlar nigarandır. Bilirdi ki, Zeynəb çox nigarandır. Hər dəfə qayıdıb nida eləyirdi ucadan ki, arxayın olsunlar ki, atamız sağdır, qardaşımız sağdır, imamımız sağdır. Qadınları belə aram eləyirdi Əba Əbdillah. Təsəvvür edin, o qədər xanımların, qızların fikrində idi. İmam Hüseyn döyüşün qızğın vaxtı birdən yazır ki, tarix atı ilə gəlirdi xeymələrə tərəf, bir dənə zikir deyirdi ucadan ki, onlar arxayın olsunlar, onlar sakit olsunlar, onların qəlbləri çox arxayın olsun. İmam Hüseyn əleyhissalam bunu istəyirdi, yenə gedirdi döyüşə. Balalarını çünki çox istəyirdi İmam Hüseyn. Qızlarını çox istəyirdi. İndi ki, nidası ucaldı, döyüşüb, yorulub, diyandı. Qayıtdı dedi ki, əməmin muğisin yuğisuna. Bir nəfər yoxdur, bizə pənah versin. Qadınlar başladılar ağlamağa. Ağlamaq səsini eşidəndə qayıtdı, gəldi çadırlara tərəf. Yazırlar ki, 84 qadından Zeynəbi çağırdı. Fəqal ya Zeynəb navilini vələdiyəs sağir. Dedi, bacı Zeynəb, körpə südəmər balamı gətir. Ən axır saatlardır Kərbəlada. Ən axır saatlardır Kərbəlanın. Ən yandıran anlarıdır Kərbəlanın, ürək yandıran, ürək parçalayan yerləridir. Dedi, mənim körpə balamı gətir, südəmər uşağımı gətir. Götürdü uşağı, üst tutdu düşmən qoşununa tələb. Vay ləkum, vay olsun sizə. Əmə taravunə keyfə yətələzzə ətəşə. Görmürsünüz ki, susuzluqdan necə əl-ayaq çalır bu uşaq, necə susuzluqdan yanır bu uşaq. Əlindən tutdu uşağı, tutdu qucağında əlində, düşmənin müqabilində. Dedi ki, görmürsünüz susuzluqdan yanır, 6 aylıq südəmərdir bu. Fərəmah Hərmələtu İbni Kahilil Əsədi lənətullah deyir. Onda Hərmələt dizi üstə oturdu, 3 şöbəli oxu atdı. Fəvvəqəə fi nəhri fəzəbbəhə. Deyir, gəldi, sancıldı uşağın boğazına və boğazın üzdü körpə uşağın. Boğazı körpə uşağın necə olar? Çox nazik olar da. Deyir, atasının qucağında ox dəydi boğazına və boğazın biçdi ox. Baş düşdü atasının qoluna. İlk dəfə göründü ki, məsum imam tərəddüd içindədir. Bilmir neynəsin. Bilmir meydana tərəf gəlsin. Bilmir xeymələrə tərəf gəlsin. Yazırlar, ən qəddar qatillərindən biri Muxtar onu cəhənnəmə vasil eləyəndə sual verdi. Dedi, heç olmadı ki, Kərbəlada ürəyin yansın. Dedi, oldu, bir yerdə oldu ki, ürəyim yandı. Dedi, hansı yer idi o? Deyir, Hüseyn tərəddüd içində idi, çaşıb qalmışdı. Bilmirdi ki, xeymələrə geçsin, yoxsa meydana tərəf gəlsin. Deyir, axır o balanı vurdu əbanın altına, üst tutdu xeymələrə tərəf. Axır yazırlar, cürət tapdı Hüseyn, özündə qayıtdı xeymələrə.
Fəqalə li Zeynəbi xuzihi. Zeynəb gəldi yenə Zeynəbin yanına. Zeynəbə dedi ki, bacı götür bu balamı. Zeynəbin əzəmətinə bax. Bilmirəm Zeynəb kimdir ki, hər dəfə çətin günündə Hüseyn Zeynəbə pənah aparır. Əli Əkbərin başı üzərinə gələndə yenə Zeynəb yanındaydı. Qardaş, belə ağlama, ağlasın mən də ucadan ağlayaram. Bu gecə Şam qəriban gecəsidir. Kəş olardıq Kərbəlada indi. Döyüşdə şəhid olmasaq da heç olmasa indi orada olardıq. Xanım Zeynəbə kömək eləyərdik. Bu da böyük bir iş olardı. Uşaqlar üçün çox çətin idi bu gecə. Şam-ı Qəriban məclisi xüsusi məclisdir. Elə bil o səs-küy yatıb qəribanə məclis olur bu məclis. Əsrlər məclisidir. Adama qəribə qəm çökür. Çünki bu gecə qəm çökmüşdü uşaqların ürəyinə, uşaqların qəlbinə. O qəm bizə də sirayət eləyir. Çadırlar yazırlar ki, dairəvi vəziyyətdə idi. Arxadan yazırlar, qaçmaq yeri yox idi. Düşmən deyir, biz hücum eləyəndə uşaqlar bizə tərəf gəldilər ki, görəsən bunlar kimdilər? Çünki Hüseynin balaları həmişə nəvaziş görmüşdülər. Onlar həmişə şəhərdə yaşamışdılar. İmam Hüseyin əleyhissalam, ataları, anaları heç vaxt onlara güldən ağır söz deməmişdi. Hüseynin balaları nəvaziş görmüşdülər. Deyir, düşmən deyir, biz əlimizdə qılıncla xeymələrə hücum eləyəndə onlar deyir, bilmədilər biz niyə görə hücum eləmişik. Bizi qarşılamağa çıxdılar. Özdə namərd düşmən özü danışır. Deyir, biz hücum edəndə, onlar bizə tərəf gələndə, deyir, gəldilər bizi qarşılamağa. Biz qamçı çıxartdıq. Bir ikisini deyir, bərk vurduq. Uşaqlar deyir, qorxdu. Qaçmağa başladılar. Yer də yox, dairəvidir bütün xeymələr. Hamısı pənah apardı Həzrəti Zeynəbə. Hamısı qaçdı Zeynəbin üstünə. Bilmirəm, xanım Zeynəb neynirdi o qədər yetim uşağın əlində. Necə sakitləşdirirdi İmam Hüseynin qızlarından birinin adı Fatimə idi. Ümumiyyətlə İmam Hüseyin əleyhissalam çox sevirdi xanım Fatiməni, Həzrət Əli əleyhissalamı. Oğlanlarının adını Əli, qızlarının adını da Fatimə qoymuşdu. Yazırlar, bir qızı var idi, orada Fatimə idi. Fatimə binti Hüseyin deyir. Deyir, mən qaçırdım, qamçı ilə məni deyir, vurmağa başladılar. Ya Rəsulallah, gəl gör balalarını, uşaqlarını neynirlər Kərbəlada. Deyir, qamçı ilə vurdu, bir qamçı deyir, başıma dəyəndə mən özümdən getdim, yıxıldım yerə. Özümdən gedəndən sonra gözümü açdım. Bibim Zeynəb gördüm ki, məni alıb dizinin üstünə, gördüm ki, mənə qamçı vurmaqda davam eləyir o namərd. O namərd deyir, bibim də qamçı gələn səmtə qollarını verir. O səmtə qollarını verir. Deyir, mən baxdım, ağladım. Mənə təsəlli vermək üçün dedi ki, qızım ağlama, bibivi də səhə kimi vururlar, döyürlər. Zeynəb döyülməyi ilə təsəlli verirdi qızlara. Qızlar atlar qabağında qaçır bu gecə. İmam Hüseynin o kiçik qızları. Biri deyir, ata çağırır, biri əmi çağırır, biri qardaş çağırır. Nanələri səhraya yayılıb uşaqların. Düşmən deyir, gördüm bir uşağın ətəyi ot tutub yanır. Deyir, yaxınlaşdım, əlin qoydu başına, dedi, şeyx, vallah yorulmuşam, vurma. Yorulmuşam bu qamçı əlindən, yorulmuşam eydad bu taziyanə əlindən, qamçı əlindən. Deyir, əlin qoydu başına, deyir ki, şeyx, yorulmuşam. Hər nəyim var vermişəm, soyublar, qarət eləyiblər, çox döyüblər məni. Deyir, yox, mən gəlmişəm ətəyimin odun söndürüm. Deyir, odu söndürdüm, mənə deyir, baxdı, dedi, susuzdan yanıram, su var yanında. Deyir, çıxartdım, su verdim ona, deyir, gördüm, gedir xeymələrə tərəf. Deyir, dedim, qızım, hara gedirsən? Dedi ki, bir balaca bacım var xeymədə, o da susuzdur, aparım əvvəl o sudan içsin. Deyir, dedim, su qadağan olmayıb, hamıya su verəcəklər bu günləri. Aşuradan sonra suyu yolunu açdılar. Onda deyir, gördüm başqa səmtə gedir. Baxdım, gördüm, gedir qətligaha tərəf. Getdim, dalıca gördüm, getdi atası Hüseynin nəşinə tərəf, cənazəsinə tərəf. Suyu uzatdı ona, ata, sənə su gətirmişəm.
sənə su gətirmişəm. Yazırlar ki, götürürlər, aparırlar onları İbn Ziyadın, oradan da Şama getməli idilər, Yazidin məclisinə. Qızlardan biri çöldə qalır. Qızlardan biri yaddan çıxır, yatır qalır çöldə, ayılır. Görür ki, ilahi nə qorxulu səhradır bura. Qalıb bir tikan kolunun dibində Allahla münacat eləyir. Belə yazır şair, dedi, bibi gəlmişdi olam qafilə-i qəm sorağında. Açdım gözümü bu gecənin qəmli çağında. Yazırlar ki, yatır yuxuda xanım Fatimə Zəhra salamullahi aleyhanı görür. Orada xanım Fatimə köməyinə gəlir, çox qorxur o səhrada. Məna aləmində xanım Fatimə ilə görüşür. Elə ki, sonra gəlir, qayıdır xanım Zeynəbə tərəf. Yazırlar ki, görürlər İmam Hüseyin əleyhissalamın başı hərəkət eləmir. Nə qədər eləyirlər, o nizədar apara bilmir İmam Hüseyin əleyhissalamın başını. Sual verirlər İmam Səccada, deyirlər ki, ağa bunun hikməti nədir? Deyir ki, deyəsən qızlardan hansısa qalıb çöldə, ona görə getmir. Atam Hüseynin başı ona görə hərəkət eləmir. Ona görə hərəkət elə bilmirlər. Yazırlar, onların ən qəddarı var idi onların içərisində, karvanda, adı Zəcir idi, Zəcir. Onu göndərirlər, Rüqəyya qalır çöldə, Rüqəyyanın dalıcan. Gəlir, görür ki, qız bir kolun dibindədir, qorxudan dayanıb, çıxır, salam verir, salamının cavabını qamçı ilə alır. Bir zərbə vurur xanım Rüqəyyəyə. Deyir ki, səndən ötürü qafilə ləng olur, biz gedib çatmalıyıq. Yazır, deyir ki, gəl min tərkimə gedək. Xanım Rüqəyyə deyir ki, yox, naməhrəm ilə bir ata minməz Hüseyin qızı. Deyir, bəs onda neyniyək? Deyir, sən atla get, mən də piyada dalıncan qaçaram. Deyir, yox, birdən qaçıb gedərsən. Yazır ki, onun əlini bağlayır ipə, özü atın üstündə, balaca qız da yerdə. İpin bir ucu da bunun əlində, atla gedir, qız da onun arxasıca gəlir. Yazırlar ki, hərdən yıxılır, durur, o tikanlar batır ayağına. Gəlir çatır İmam Hüseyin əleyhissalamın başı ilə dayanır rubəru, üzbəyüz. Deyir, atacan, başlayır şikayət eləməyə. Şikayət eləyir, sonra bibisi Zeynəbdən şikayət eləyir. Bibisi Zeynəb alır onu ağuşuna. Deyir, bibican, səhrada bir mənzərə gördüm. Xanım Zəhra gəlir başının üstünə orada. Deyir, bibi gəlmişdi olam qafilə-i qəm sorağında. Açdım gözümü bu gecənin qəmli çağında. Gördüm özümü bir xanım övrət qucağında. Zülfi ağ idi, məcəri qara, üzü nili. Dəymişdi bu biçariyə də mən kimisili. Pəhlusinə qoymuşdu əlin əşki nələrdi. Hər ləhsə oğul vay deyib ağlardı, mələrdi. Odlu nəfəsindən atamın ətri gələrdi. Bir oxşama dilan tanıdım suzi dilindən. Bildim ki, anam Fatimədir, öpdüm əlindən. Dedim, deyir, bibican, nənəm Fatimə gəlmişdi. Ondan sonra deyir ki, bəxtim mənə yar oldu. Bəxtim mənə yar oldu, fələk qoymadı, amma bir bikəs anam gəldi, mənim dadimə yetdi. Zəcrin səsini aldı, o da bilməm hara getdi. Zəcrin səsini aldı, bilməm o da hara getdi. Deyir, zəcir gələndən sonra bibi, o çıxdı getdi başımın üstündən. Ona da dəymişdi mənim kimi bir dənə sili, şillət vurmuşdular ona da. Bu gecə qızların yaman günləridir. Atıya bağlı olan İmam Hüseyin əleyhissalamı çox sevən uşaqlar Hüseynsiz qalıblar. Zeynəb bilmir hansını sakitləşdirsin. Birini sakitləşdirir, o birisi ağlayır. O birisini sakitləşdirir, bu birisi ağlayır. Bilmir.
Əla la'nətullah aləl qavmiz zalimin və səya'ləmul ləzinə zələmu əyyəmun qələbin yənqəlibun. Salavat zikr eləyək.